Bugünkü dərsimiz olacaq təsriflənməyən feillər. Təsriflənməyən feillər ümumiyyətlə şəxsə, kəmiyyətə və zamana görə şəxsə, kəmiyyətə və zamana görə dəyişə bilməyən feillərdir. Deməli, şəxsə, kəmiyyətə və zamana görə dəyişməyən feillər. Əvvəl bunu başa düşmək üçün iki söz götürək, onu cümlədə işlədək. Deməli, uşaqlar, bir götürürəm yaz feilin, bir də götürürəm yazmaq feilin. Yəni, biri başlanğıc formadadır, biri başlanğıc formadan çıxıb. Bunu zamana görə dəyişirəm. Məsəl üçün, yazıram. Həm də şəxsə görə dəyişirəm. O yazır, biz yazacağıq. Görürsünüz, müxtəlif zamanlarda işlətdim, müxtəlif şəxslərdə işlətdim. Amma yazmağı o formada işlədə bilmərəm. Nə mən yazmağam deyə bilmərəm, nə mən yazırmaq deyə bilmərəm. Mümkün olası bir şey deyil. Buna görə bu feilin adını qoyuruq biz təsriflənməyən feil. Yəni, bu baxımdan biz təsriflənməyən feillərdən danışırıq. İndi ümumi təsriflənməyən feillərdən danışaq, ilkin anlayışları öyrənək, sonra keçək bir-bir, tək-tək hər birini öyrənməyə. Demək, uşaqlar, təsriflənməyən feillər bunlardır. Birincisi, məstər. İkinci, feili sifət. Və sonuncu, üçüncü, feili bağlama. Nəyi nəzərimizdə saxlamaq lazımdır? Bunların hər üçünün feilə aid olan, deməli, ortaq cəhətləri var. Feilə aid ortaq cəhətləri. Feillə ortaq cəhət. Feillər deyəndə söhbət uşaqlar burada təsriflənən feildən gedir. Birincisi, həm təsriflənən feillər, həm təsriflənməyən feillər hərəkət bildirir. Hərəkət bildirir. Həm təsriflənən feillər, həm təsriflənməyən feillər təsdiq və inkarda ola bilirlər. Yəni, biz onu təsdiq də eləyə bilirik, inkar da eləyə bilirik. Üçüncüsü, həm təsriflənən feillər, həm təsriflənməyən feillər qrammatik məna növünə görə dəyişə bilirlər. Qrammatik məna növünün şəkilçisini qəbul edir, nəzərinizdə qalsın. Və nəhayət dördüncüsü, bu ümumi götürülür bunun tərkibində. Amma yadda saxlayın ki, təsriflənən feillər ətrafına söz toplaya bilmir. Təsriflənməyən feillər, tam yazıram bunu, özündən əvvəl gələn sözlə, əvvəl gələn sözləri ətrafına toplayıb, tərkib yaradır. Bundan başqa biz nələri bilməliyik? Biz onu bilməliyik ki, hər bir təsriflənməyən feil, istər məstər olsun, istər feili sifət olsun, istər feili bağlama olsun, ikili nitq hissəsinin xüsusiyyətini daşıyır. Yəni, istər-istəməz iki nitq hissəsinin xüsusiyyətini daşıyır. Məstər həm feilin xüsusiyyətini daşıyır, həm ismin xüsusiyyətini daşıyır. İsmin. Feili sifət həm feilin xüsusiyyətini daşıyır, həm sifətin xüsusiyyətini daşıyır. Feili bağlama isə həm feilin xüsusiyyətini daşıyır, həm də zərfin xüsusiyyətini daşıyır. Bunları biz mütləq bilməliyik. Bəs bunlar cümləyə getsə, cümlə üzvü kimi nə olar? Hamısını saymıram, bir vacib faktı deyirəm. Yadınızda saxlayın ki, məstərlə feili sifət
ismi xəbər, əgər xəbər olacaqlarsa, onda ismi xəbər olacaqlar. Feili bağlama isə cümlə daxilində yalnız zərflik vəzifəsində çıxış edə bilər, zərflik. Feili bağlama heç bir halda xəbər vəzifəsində müstəqil şəkildə çıxış edə bilməz. Bunlar haqqında bildiyimiz ilkin məlumatlardır. İndi keçək ümumi bir-bir danışaq. Birinci danışırıq məstərdən. Məstər. Məstərin şəkilçisi mag-məq əsas şəkilçisi və bəzi hallarda ma-mə şəkilçisi də məstər şəkilçisi ola bilər. Məstər ikili funksiya daşıyır, iki nitq hissəsinin xüsusiyyətini daşıyır, həm ismin, həm feilin. Biz onun ismə aid, çünki feilə aid olanları dedik, ismə aid ortaq cəhətlərindən danışaq. Cəhətlər. Yəni, isimlə məstərin ortaq cəhəti. Birinci, burada ad bildirməyi yazacağım, amma tam dəqiq olsun deyə izah eləyəcəm. İsim əşyanın adını bildirir. Məstər hərəkətin adını bildirir. Məstər hərəkətin adını bildirir. Məsəl üçün, yazmaq. Yazmaq. Hərəkətin adıdır. İkincisi, isim də hallana bilir, məstər də isim kimi hallanır. Buna deyə bilərik, hal şəkilçisi qəbul edir. Məsəl üçün, yazmağa, gəzməkdə, gəzməkdən bu formada bir şeylər. Üçüncüsü, isim kimi mənsubiyyət şəkilçisi qəbul edir. Mənsubiyyətə görə dəyişir yazıram. Dəyişir. Demək, necə mənsubiyyətə dəyişir? Məsəl üçün deyirəm, onun gəlməyi, mənim oxumağım. Bu formada mənsubiyyətə görə dəyişir. Dördüncüsü, isim kimi şəxs sonluğu qəbul edir. Şəxs sonluğu qəbul edir. Şəxs sonluğunu qəbul edəndə uşaqlar, yadınızda saxlayın, yalnız üçüncü şəxsin şəxs sonluğu. Yalnız üçüncü şəxs. Məsəl üçün, arzumuz deyək ki, səyahət etməkdir. Səyahət etməkdir. Yalnız üçüncü şəxsin şəxs sonluğunu qəbul edə bilir. Beşinci, hallanır, mənsubiyyətə görə dəyişir dedik, şəxs sonluğu qəbul edir dedik. İsim kimi qoşmalarla işlənir. Qoşmalarla işlənir. Qoşmalarla işlənir. Məsəl üçün, deyək ki, gəzmək üçün. Baxmaqdan ötürü və s. və ilə. Sonra yadınızda saxlayın. Ən vacibləri deyirəm. 6. Deməli, cümlədə məstər nə kimi çıxış eləyə bilər cümlədə? Daha çox məstər cümlədə ya mübtədə olacaq. Mübtəda. Ya zərflik olacaq. Çox az olur zərflik. Ya tamamlıq olacaq. Ya da xəbər. Daha çox mübtəda, xəbər və tamamlıq vəzifəsində çıxış eləyir. Zərflik vəzifəsində az çıxış eləyir. Təyin vəzifəsində ümumiyyətlə çıxış eləyə bilmir. Onun da izahını verəcəm. Mübtəda kimi deyirəm ki, oxumaq faydalıdır. Necədir? Nəcürdür? Faydalıdır. Nədir faydalı olan? Oxumaq. Mübtəda vəzifəsində çıxış eləyən məstər. Sonra zərflik. Eyni söz üzərində gəzməkdən yazaq. Gəzməkdən ayaqları ağrıdı. Nə etdi? Ağrıdı. Nə ağrıdı? Ayaqları.
Nəyə görə? Hansı səbəbdən? Burada bir səbəb var, səbəb zərfliyi. Bu olacaq məslərin səbəb zərfliyi vəzifəsində çıxış eləməyi. Tamamlıq vəzifəsində, məsəl üçün, deyirik ki, biz yazmağa, ya hətta ki, yazmağı öyrən. Nə et? Öyrən. Nəyi öyrən? Yazmağı. Bu tamamlıq vəzifəsində. Dırdırı da bayaqki kimi qəbul edəcək, olacaq xəbər vəzifəsində. Məsəl üçün, deyirəm ki, niyyətimiz yardım etməkdir. Bu yardım etməkdir olacaq bizim xəbər vəzifəsində olan məslərimiz. Yəni, bu məslərin ismə aid xüsusiyyətləridir. Deməli, iki şey haqqında danışmadıq. Nə haqqında danışmadıq? Məslərin cəmlənməməyi haqqında. Cəmlənmir. Məslər cəmlənə bilmir. Məslər larlər şəkilçisini qəbul eləyə bilmir. Bunu yadda saxlamaq lazımdır. Amma istisnalar var. İstisna. İstisna belədir. Məsəl üçün, onların oxumaqları. Yəni, dilimizdə belə formalar işlənir və burada hər hansı bir norma pozuntusu yoxdur. Və bu istisna hallardır. Yəni, sizə düşəndə ki, məslərin özünə aid olmayan xüsusiyyət daşıdığı cümləni seçin, bilin ki, 90%-dən larləri soruşur. Məslərin özünə aid olmayan xüsusiyyət daşımaqdır. İndi bunu iki yerə böldük. Deyirik ki, özünə aid olmayan, özünə aid olmayan morfoloji xüsusiyyət. Morfoloji xüsusiyyət. Çünki biz morfologiyada keçirik axı ismi, larlər şəkilçisinin. Özünə məxsus olmayan morfoloji xüsusiyyət deyəndə birinci larləri qəbul eləməyindən söhbət gedir. İkinci təyin. Təyin olmur. Olmur. Ümumiyyətlə, istənilən halda təyin olunur. Bunun istisnası da yoxdur. Məslər təyin olunur. Amma belə bir şey var. Nəzərdə saxlayın. Məslər təyin olunur, amma qoşmalı məslər, yəni qoşmalı söz təyin olur. Ona görə burada yadda saxlayın ki, qoşmalı söz təyin olur. Məslər də qoşmalarla işlənə bildiyinə görə müəyyən qoşmaları qəbul edən məslər qoşma ilə bərabər təyin ola bilər. Amma məslər özü təyin ola bilməz. Mümkün olası bir şey deyil. Nəzərdə saxlayın. Məsəl üçün deyirəm ki, gülmək kimi hiss yoxdur. Yoxdur. Nə yoxdur? Hiss yoxdur. Necə hiss yoxdur? Nə cür hiss yoxdur? Gülmək kimi hiss yoxdur. Burada heç cürə deyə bilmərik ki, gülmək kimi burada məslərdir. Xeyr, bu qoşmalı sözdür. Məslər təyin deyil burada. Qoşmalı söz burada təyindir. Mütləq bunu nəzərinizdə saxlayın. Və gəldik sonuncu məqama. Yadınızda saxlayın ki, məslər ismin sualına cavab verir. Yəni, ismin nə sualına cavab verir? Nə sualına cavab verir ismən? Məsəl üçün, oxumaq gözəldir. Gözəldir. Necədir, necədir? Gözəldir, nə oxumaq. Ən çox verdiyi sual, yəni əsasən ismi əvəz eləyir, ismin yerində işlənir və nə sualına cavab verir. Bu oldu bizim məslər haqqında bilməli olduqlarımız.